Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Biraz dağınıqlıqdır. İşləmişik. İşi bitirmişik. Avtomobil yoxdur. Bir Nissan gəlməlidir. O ilə də yekunlaşdırmalıyıq, amma axşamdır artıq. Bilməm, gələr gəlməz, inşallah gələr. Yəni, mən bağlayana qədər gələr, bu videonu çəkənə qədər gələr. Deməli, nədən danışmaq istəyirəm? Bəzi məsələlər var, onlara aydınlıq gətirmək istəyirəm. Bir də bir söz soruşum. Qarajın üstünə bu izolatexdən vurmaq istəyirəm. Qarışdırıb vuracam ki, şüşə kimi olsun. Altına da setka. Nə məsləhət görürsünüz? Əgər fikirləriniz varsa, deyin. O hovuzun dibinə filan vururlar, ondandır. Üstünə vuracam, qarajın üstünə. Deməli, mövzu nədir? Mövzu cavabını bilmədiyim suallar. Əslində təmir prosesi paylaşmaq istəyirdim. Mükəmməl bir təmirlər olmuşdu. Bilməm, ya paxıllığım gəldi, paylaşmadım filan. Üzrü sayın. Amma, yox, paxıllıqdan deyil, əlbəttə paxıllıqdan deyil. Mən indiyə kimi elə videolar paylaşmışam ki, yəni, heç üzr istəyirəm, onu çörəyi heç kimə verməz adam, amma mən paylaşmışam ki, qoy hamı öyrənsin, bilik sahibi olsun. Deməli, alqı-satqı prosesində biz ustalar nəyi qiymətləndiririk? Biz ustalar alqı-satqı prosesində avtomobilin faktiki vəziyyətini qiymətləndiririk, yoldaşlar. Faktiki. Yəni, sən bu qaraja daxil olanda, sən avtomobilin vəziyyəti necə idi? İçəri girdin, qaraja girdin, mən onun indiki vəziyyətini qiymətləndirirəm. Bax, bu dəqiqə. Necədir avtomobil? Bax, mən onu qiymətləndirirəm. Bundan sonra avtomobilin başına nə gələcək? Mən o mövzu barəsində, qardaş, heç nə deyə bilmərəm. Bax, belə bir suallar olur. Usta, məsələn, mən bu avtomobili alsam nə qədər sürə biləcəm? Qardaş, vallah bilmirəm. Bax, bir nümunə gətirim. Bir Honda idi, gəldi saxladı burada qarajın qabağında. Səhv eləmirəmsə, starterində problem var idi, yoxsa nədəsə problem var idi. Heç təmir eləyə bilmədim mən o avtomobilində. Yəni, niyə təmir eləyə bilməmişəm, ondan danışacağım. Nəyə görə bu avtomobil təmir oluna bilmədi? Yəni, kişi gətirdi, avtomobili saxladı qarajın qabağında. Mənə dedi ki, bəs Torul, mən açarı qoyuram bura, sən bu avtomobili təmir eləyərsən, mən gəlib götürərəm. Mən dedim ki, problem yoxdur. Nə idisə, yəni, dedi, bax da, nəyi var, nəyi yoxdur, demə yaxşı. Deməli, işlərimi bitirdim, istədim avtomobili təmir eləməkdən ötürü qaraja salım da, buradan içəri salmalı. Getdim, işə saldım onu, gətirdim və burada saxladım. Bu yaman yerində onu saxladım. Saxladım, düşdüm ki, avadanlığı götürüm, diaqnostik alətimi götürdüm, gəldim avtomobilə qoşuldum, zajqanyanı açdım, yəni açarı açdım. Avtomobili oxudum, heç bir problemi yoxdur, hər şey qaydasındadır. Yəni, bir-iki dənə orada elektron nasazlıq var idi, ABS-in daçikində filan belə. Dedim, ABS-in sensoru filan, bunları düzəldərik. Avtomobili belə işə salmaq istədim. İstədim ki, açarı fırlayım, avtomobili işə salam. Baxdım ki, boş fırlayır. Biraz təəccübləndim, axı mən indi bu dəqiqə işə saldım onu, saldım içəridə. Baxdım, yox, boş fırlayır, qardaş. Düzdür, 3-4 saniyə boş fırladı, tez avtomobili saxladım da. Zəng elədim sahibinə ki, bu boş fırladır da, yəni mühərriki. Üzürü sayın, deyəsən avtomobilimizi xarab elədim. Kişi də dedi ki, narahat olma, gəlirəm mən ora. Gəldi, yəni açarı saldıq, fırladırıq, boş fırlayır. Dedim, çox fırlatmayın, yəni klapanları filan əyməyək. Onsuz da yəni mən ziyan verdiyimi vermişəm də avtomobilə. Amma halbuki mənim heç bir günahım yoxdur ya. Nəysə, dedim ki, açım heç olmasa bir kompresiyyadan, nəsə söktüm kəmər hissəsini, gördüm kəmər yerindədir. Kompresiyasını da mühərrikini ölçmək istəyirəm, amma mühərrik fırlanmır. Deməli, düşdüm mühərrikin altına və baxıb görürəm ki, maxavik, yəni nazimçar, dirsəkli valdan aralanıb. Yəni, bu mənim günahım deyil də. Bu avtomobil orada dayananda yaxşı idi. Bura salanda da yaxşı idi. Burada sadəcə hasarı fırladanda belə oldu. Yəni, mənim başıma belə bir hadisə gəlib Honda'da. Və ondan sonra istəyirəm ki, bu videonu çəkin və
sizə əlavə bir belə deyək də maarifləndirici video kimi, yəni işdən ideya doğur da ona görə. Məsələn, alqı-satqı prosesinə gəlir insan, deyir ki, məsələn, mən sürət qutusunun yağını 80.000 bundan qabaq dəyişmişəm. Sürücü elə deyir. Sürücü deyir ki, qardaş, mən sürət qutusunun yağını 80.000 bundan qabaq dəyişmişəm. O birisi mənə sual verir ki, bəs, alıcı sual verir ki, Torul, bunu mən də üstündən 20.000 sürə bilərəm, amma yolda zotda sürdük, hər şey qaydasında deyir, heç bir problem yoxdur. Qardaş, bilmirəm, valla bilmirəm. Mən nə bilim? Mən hardan bilim? Mən sadəcə görürəm ki, bu sürət qutusunda heç bir elektron səhv yoxdur. Görürəm ki, sürət qutusu lazımi səviyyədə ötürmələri yerinə yetirir. Baxıram ki, sürət qutusu adekvat özünü aparır. Amma sabah bu sürət qutusunu özünü necə aparacaq, mən onu bilə bilmirəm. Bilmirəm, mən onu qiymətləndirə bilmirəm. Mən indiki vəziyyətini qiymətləndirəm. Bu dəqiqə qarajda vəziyyəti nətərdir? Bu, mən onu qiymətləndirə bilirəm. Məsələn, bu günləri avtomobil yaxınlaşmışdı, Hyundai Accent. Alqı-satqı prosesi idi. Mühərrikdə titrəmə var. Deyir ki, bir dənə Porsche-ni dəyişmişəm. Bir dənə Porsche. Yəni, motoristlər bir dənə bu söhbətimi belə deyək də, necə deyim sənə, korreksiya eləsinlər. Mən də qaz verirəm, baxıram ki, avtomobildə titrəmə var. Farsunkaları yuyulub dedilinə görə, belə deyək də, alışdırma şamları təzədir. Bobinlərdə baxıram, heç bir problem. Yəni, avtomobilin alışma sistemində, yanacaq hesabatında heç bir problemi yoxdur da. Amma avtomobildə əsmə var. Qaz verəndə müəyyən dövrdə əsmə var. Mühərrik yastıqlarına qədər, mühərrik dayaq yastıqlarına qədər dəyişilib. İndi deyir ki, alıcı, mən bunu alsam, yəni heç olmasa bir 40.000 gedər, ay qardaş, mən nə bilim. Bu qarajın içində bu nasazdır. Yəni mən deyirəm ki, bu nasazdır. Mən nə bilim sən alıb bunu nə qədər sürə biləcəksən. Qardaş, alqı-satqı prosesində avtomobilin heç kim zəmanətini, belə deyək də, sizin qarşınıza qoymur, heç kim sizə zəmanət vermir. Elə bir şey yoxdur. Mən onun indiki bu dəqiqəki vəziyyətini qiymətləndirirəm. Ya deyirəm, yaxşı vəziyyətdədir, ya da deyirəm, pis vəziyyətdədir. Vəssalam. Burası belə. Gələk növbəti vəziyyətə. Amma bu günləri həqiqətən mükəmməl bir təmir prosesi oldu. İnşallah o qardaş bir komment atar videonun altına. Nissan X-Trail avtomobili idi. O T31 model. Onun sürət qutusunda 3 il idi problem var idi. Deyilənə görə çox adam onu təmir eləməyə çalışmışdı, sağ olsunlar. Həddindən artıq çox adam təmir etməyə çalışmışdı. Amma mən bu günləri onun nöqtəsini qoydum və avtomobilin, belə deyə də, səs yazısı da məndə var. Sahibinin səs yazısı, Allah canını sağ eləsin, xoş sözlərlə məni yada salır. Mükəmməl bir təmir idi. İndi gələk elə ora, gələk ona. Avtomobil yaxınlaşmışdı mənə mühərrik problemi ilə. Mən onun sürət qutusundakı problemi də gördüm və ona təklif elədim ki, gəl bunu aradan qaldıraq. O mənə sual verir ki, Torul, buna çox adam baxıb da, mən artıq 3 ildə bu ilə razılaşmışam, bu maşını artıq satmaq istəyirəm, yiyəsinə də deyəcəm ki, bunda belə bir problem var. Amma mən dedim ki, qoy mən də cəhd eləyim də, qoy mən də təmir eləməkdən ötürü cəhd eləyim. Dedi, nə bilim valla, buyur. Və mən də alındı, mən o avtomobili təmir elədim. İndi gələk o gələcəyin məqama. Yoldaşlar, baxın, bir avtomobildə bir neçə nasazlığın olmayacağını sizə heç kim, belə deyək də, heç kim deyə bilməz. Elə bir şey yoxdur. Yəni bir avtomobil, məsələn, sizin avtomobiliniz, belə deyək də, sizin dilinizdə desək, sürücünün dilində desək, pir boyladı. Düzdür, pir boyladı. Tamam, başa düşdüm. Yəni, heç kim garantiya vermə bilməz ki, bunun bir dənə babini xarab olub. Bəlkə sökəcəksiniz elə həmin silindirdə klapan da yanıb. Yəni, babin də xarab olub, klapan da yanıb. İkisi də birdən olub. Ona görə ustanın üstünə gəlmək lazım deyil. Qardaş, o axtardı, nasazlığı tapdı və səlam da. Tapa bildirsə tapdı, tapa bilmədisə deyəcək ki, qardaş, mən bilmədim.
Düzdür, o bilmədim biraz bahalı sözdür. Yəni o bilmirəm sözünü deməkdən ötürü bir balaca əsl belə deyək də, birincisi insan olmaq lazım, sonra da usta olmaq lazım ki, deyəsən ki, bəs qardaş, yəni bilmədim də, mən bilmirəm. Sürücü avtomobillə gəlir, deyirsən ki, qardaş, məsələn, elə ən yaxşı nümunə, yəqin qardaş mənim videomu görür, indi kanaldan gəlmişdi özdə. Kia Sportage. Deməli, sürət qutusunda vurma var. Mən elektron diaqnostik edirəm, orada kodu görürəm. Gördüm ki, kod var, amma kod inhibitordandır da, yəni sürət switchdən, selektor switchdəndir. Yəni, sürət qutusunun selektorunun vəziyyəti sensorundan şikayət edir. Yəni, sual belə olur, növbəti sual. Mən bunu dəyişsəm, bu düzələcək, yəni yolda vurması düzələcək. Qardaş, mən bilmirəm, vallah bilmirəm. Bu sürət qutusunun iş algoritmini əzbər bilmirəm, mən. Sürət qutusunun işini bilirəm. Amma sənin sürət qutunun işləmə algoritmini mən əzbərdən bilmirəm, qardaş. Yəni, gəl belə eləyək də, gəl biz faktiki nasazlığı aradan qaldıraq, hansını ki görürük. O nasazlığı aradan qaldıraq. Ondan sonra baxarıq görək sənin avtomobilin düzəlirmi, düzəlmirmi? Yerində də drive-a qoyanda, reversə qoyanda avtomobil belə cüp bir dənə belənsi vurur. Biz inhibitoru dəyişirik, o yerində vurma prosesi aradan qalxır, amma yolda vurma prosesi aradan qalxmır. Demək ki, artıq bunun başqa bir problemi var. Amma birinci problemi aradan qaldırmamış, ikinci problemdən yapışa bilmərəm də mən. Çünki mən faktiki nasazlığı aradan qaldırmalıyam. Nəyi görürəmsə, birinci onu aradan qaldırmalıyam. Mən necə deyə bilərəm sənə ki, məsələn, sənin alışdırma şamının birinin elektrodu yoxdur, mən deyim ki sənə, yox qardaş, bunun birinci farsunkasının yuduzdur, sonra şamlarını dəyişərək. Qardaş, sən birinci gördüyü aradan qaldır da. Belə, yəni mən bunu demək istəyirdim ki, bu videonun məqsədi ondan ibarət idi ki, biz avtomobili təmir eləyərkən, onun hal-hazırdakı faktiki vəziyyətini qiymətləndiririk, yəni alqı-satqı prosesi zamanı. 2. Avtomobildəki faktiki nasazlığı aradan qaldırılmamış, başqa heç bir nasazlığa keçmək olmaz. Çünki sep hamısı bir-biri ilə bağlıdır. Bu zəncirdir. Birini təmir eləməlisən, ondan sonra o birisinə keçməlisən. Yəni, birinci gördüyünü təmir eləməlisən. Əlbəttə ki, avtomobil məsələn pir boyluyursa, sən oksigen sensorunun nasazlığından yapışa bilmərsən. Bu, yəni adekvat qərar vermək lazımdır da, yəni lazım deyil. Belə bir böyük bir bazar açmaq lazım deyil. Amma, məsələn, alışdırma şamlarını birinci qiymətləndirmək lazımdır, ondan sonra bahalı farsun qaldırmaq lazımdır. Sonra, avtomobil qarajdan çıxandan sonra ona heç kim alqı-satqıdan sonra heç bir zəmanət vermir. Çünki ondan əvvəlki vəziyyəti biz bilmirik. Biz bilmirik ki, o avtomobil necə eksploatasiya olunub. Bəlkə də soyub gətirib quyruğunda saxlayıb. Bəlkə də o nasazlıq sabah olacaqdı, sən onu aldın, sabah sənin başına gəldi. Amma qarajda özünü bürüzə verməyə bilər. Bu söhbətləri bir balaca düzgün başa düşmək lazımdır. Belə. Bizim də o növbəti avtomobilimiz gəlmədi. Elə söhbətimizi də belə yekunlaşdırmaq lazımdır ki, belə, yəni avtostaya da gəlirəm deyirsiniz, sonra gəlmirsiniz. Mən də gözləyirəm, görürəm ki, gəlmədin. Mən də avtomobillərimi artıq yola salmışam. Düzəltdiyimi düzəltmişəm. Sən də mənə bağışla. Mən niyə görə oturub səni gözləməliyəm ki? Başa düşürəm, əgər sənin yolda hər hansı bir problemin varsa, məsələn, yolda ilişib qalmısan, bir əlavə işin çıxıb. Qardaş, yəni bir telefon qədər yaxınam da sənə. Sən məni belə deyək də, məşğul eləməkdən ötürü, özüvə vaxt ayırmaqdan ötürü necə tapdın? Necə elədin ki, tapdın məni? Elə də tap da məni. Eləcə tap məni denən ki, qardaş, bəs mən gecikirəm, yolda qalmışam, bəs tıxazda qalmışam, üzrü say, gəlib çıxa bilməyəcəm və yaxud da ki, üzrü say, gəlirəm, biraz gecikəcəm, məni gözlə. Və yaxud da usta, sən məni gözləmə, mənim işim çıxdı. Və salam, mən də çıxım gedim evimə işimə və yaxud da ki, işimin gücümün dalıca. Özü də mən elə bir, yəni mənim qarajıma gəlib gedən insanlar məni tanıyırlar da, elə bir, yəni təmir, elə bir növbələşmə eləyirəm ki, yəni bir avtomobil gəlib o birisi avtomobili gözləmir. Yəni biri gəlib o birisinin ardına girmir də. Birini təmir eləyəm, yola salam, sonra o birisini çağıram. Birini təmir eləyəm, yola salam, o birisini çağıram. Çünki burada bastırıq olanda mənim xoşuma gəlmir.
Belə, yolda qalmayın. Yəni belə bir söhbət eləmək istədim sizlə ki, valla ustanı qınamağa dəyməz. Yəni siz hər dəfəsində nə qədər sual verirsiniz, mən onların heç birinin cavabını bilmirəm. Mən bilmirəm avtomobil qarajdan çıxandan sonra onun başına nə iş gələcək. Bilmirəm ki, nə bilim. Nə bilim. Məsələn, mən çıxıram avtomobili farsajla sürürəm. Sizdə farsajla, kickdownla sürürəm. Heç bir hadisə baş vermir. Gəlmir. Sən çıxırsan, sürsən, orada dirsəli valı qırırsan. Mən neyiniyim indi? Məndə qırılmadı da, salamat idi bu. Belə. Yolda qalmayın.